İbranilərə yazıldığı məktub, müqəddəmə. Yəhudi irqindən olan İbranilər, Yəhudilərin Orşəlimdə olan Bögüç məbədini çox mühüm sayırdılar. Dini rəsm rüsumlar bu məbəddə diqqətlə yerinə yetişirdi və sayısız hesabsız mal-heyvan qurbanı Tanrının hüzuruna təqdim olunurdu. Bu İbranilər İsa Məsihə iman gətirdikləri halda öz qədimi adətlərinə görə hələ də məbədə gedib dini rəsm rüsumlarını yerinə yetirirdilər. Bu məktub bu İbranilərə yazılıb və onda bunu təşrih edir ki, Məsihə qurtarıcı adında iman gətirən adam din ayinlərinin zahiri adablarında olmamalıdır. Bu rəsm rüsumlar İsa'nın bu dünyaya gəlişi ilə batil olub. Məsih insanı günah əsarətindən, həm də dinin zahiri adablarından azad edib. Fəsil 1. Tanrı ki, qədim zamanlarda dəfələrlə peyğəmbərlər vasitəsilə və cürbəcür yollarla atalarımıza danışdı. Bu axırki günlərdə bizə oğlunun vasitəsilə danışıb ki, onu hər şeyin varisi təyin etdi və onun vasitəsilə dünyanı yarattı. Və o, Tanrının şövkətinin şəfəqi və onun zatının tamam surətidir və hər şeyi öz qüdrətinin kəlamı ilə saxlayır. O, günahların təmizləmək işini başa çatdırandan sonra ucalarda əzəmətli olanın sağında oturdu. Və mələklərdən daha əla bir adı miras aldığı üçün onlardan daha da əfzəl olubdur. Çünki Tanrı mələklərin hansı birinə olub ki desin, sən mənim oğlumsan, mən sənə bugün ata oldum. Və ya, mən ona bir ata olacağam, o da mənə bir oğul olacaqdır. Amma ilk doğulanı cinə bu dünyaya gətirdiyi zaman deyir, qoy Tanrının bütün mələkləri ona səcdə etsinlər. Və mələklər barəsində deyir, o öz mələklərini yelə döndərir, öz xidmətçilərini od alovsuna. Lakin oğul haqqında deyir, sənin təxtin ey Tanrı əbəddən əbədə kimidir və salih əsa sənin padişahlığının əsasıdır. Sən salihliyi sevib şəriətsizlikdən nifrət etdin. Buna görə Tanrı, sənin Tanrın, səni şadlıq yağı ilə yoldaşlarından daha üstün təyin etdi. Və başlanışda sən, ya Rəbb, yerin bünövrəsini qoydun və göylər sənin əllərinin işidir. Onlar məhv olacaqlar, lakin sən qalırsan, onların hamısı paltar kimi köhnənəcəklər. Şinel kimi onları bükəcəksən, paltar kimi onlar da dəyişiləcəklər. Lakin sən həmişə həmənsən və sənin illərin başa çatmayacaq. Amma mələklərin hansı birinə olub ki desin, mənim sağımda otur, o zamanacaq ki, mən sənin düşmənlərini ayaqlarına kətil edim. Məgər onların hamısı xidmət edən ruhlar deyirlər ki, nicatı miras alanların xatiri üçün xidmət etməyə göndərilirlər. Fəsil 2. Bu səbəbdən eşitdiyimizə gərək daha çox diqqət edək, elə ki, ondan bir yana azmayaq. Çünki əgər mələklərin vasitəsilə deyilmiş söz sabit oldu ki, dəyişilməzdir və hər təqsir və itaətsizlik adil bir cəza aldı, necə qurtula bilərik əgər belə bir böyük nicata etinasızlıq edək? Onu əvvəlcə Rəbb bizə dedi və sonra onu eşidənlərin vasitəsilə təsdiq olundu. Tanrı da əlamətlər və əcaiblər, müxtəlif möcüzələr və öz iradəsinə mütabiq müqəddəs ruhun ətaları ilə onlarla bərabər şəhadət verdi. Tanrı dediyimiz gələcək dünyanı mələklərə tabe etmədi, lakin biri bir yerdə belə şəhadət verib deyir, İnsan kimdir ki, onu xatırlayasan və ya insan oğlu ki, onun qeydinə qalasan? Az bir müddət üçün sən onu mələklərdən aşağı edibsən, onun başına şövkət və hörmət tacı qoyubsan və onu öz əllərinin işləri üstünə təyin edibsən. Sən hər şeyi onun ayaqları altına tabe edibsən.
Çünki hər şeyi ona tabe edəndə Tanrı heç bir şeyi ona tabe olmamış qoymadı. Amma biz indi hələ görmürük ki, hər şey ona tabe olsun. Lakin az bir müddət üçün mələklərdən aşığı edilmişik, yəni İsa'nı görürük ki, ölümün əzabını çəkdiyi üçün başına şövkət və hörmət tacı qoyuldu. Elə ki, Tanrının feyzinin vasitəsilə hamının yerinə ölümü datsın. Çünki bu ona ki, hər şey onun üçün və onun vasitəsilə idi, münasib göründü ki, çox oğulları şövkətə gətirməkdə, əzablar vasitəsilə onların nicatının banisini kamala gətirsin. Çünki həm o ki təqdis edir, həm də onlar ki təqdis olunurlar, hamısı bir atadandırlar. Bu səbəbdən onları qardaş çağırmaqdan utanmayıb deyir, sənin adını qardaşlarıma elan edəcəyəm. Sənin cəmaatın arasında sənin əmrini oxuyacağam. Və cinə ona bel bağlayacağam. Və yenə, baxın, mən və Tanrının mənə verdiyi övladlar. Buna görə, övladlar necə bədən və qana şərikdirlər, o özü də eləcə həmən şeylərdən pay aldı ki, ölümün vasitəsilə, ölümün üstünə qüvvət sahibi olanı, yəni iblisi, qüvvətsiz etsin. Və ömürləri boyu, ölüm qorxusu ilə əsarətə düşmüşləri azad etsin. Yəqin ki, o mələklərə kömək etmir, amma İbrahim nəslinə kömək edir. Bu səbəbdən lazım idi ki, o hər şeydə qardaşları kimi olsun. Elə ki, Tanrıya mərbut olan şeylərdə mərhəmətli və vəfalı bir baş kahin olub, xalqın günahlarının kəffarəsini təmin etsin. Çünki özü də vəsvəsə olunub əzab çəkdiyi üçün qadirdir ki, vəsvəsə olunanların imdadına yetişsin. Fəsil 3. Buna görə, ey müqəddəs qardaşlar, səmavi dəvətə şərik olanlar, iqrarımızın elçisi və baş kahini olan İsa'nı düşünün. İsa onu təyin edənə vəfalı qaldı, necə ki, Musa da Tanrının bütün evinə vəfalı qaldı. Çünki İsa Musadan daha böyük şövkətə layiq sayılıb. Nə qədər ki, evdikənin hörməti evdən artıqdır. Çünki hər evin bir bənnası var, lakin hər şeyin bənnası Tanrıdır. Musa Tanrının bütün evində bir xidmətçi kimi sonralar deyiləcək şeylərə şəhadət vermək üçün əmin idi. Amma Məsih oğul kimi Tanrının evi üstündə idi ki, onun evi bizik, əgər yəqin və ümidimizin fəxrini axıra kimi möhkəm saxlayaq. Bunun üçün necə ki müqəddəs ruh deyir, bugün əgər onun səsini eşidirsiniz, ürəklərinizi bərk etməyin. Onlar kimi ki, çöldə, imtihan günündə məni qəzəbləndirdilər və atalarınız orada məni imtihana çəkib yoxladılar və 40 il mənim əməllərimi gördülər. Buna görə bu nəsilə qəzəblənib dedim, onlar daim ürəklərində azırlar və mənim yollarımı bilmədilər. Necə ki, qəzəbimdə and içdim, onlar mən verən rahatlığa girməzlər. Qardaşlar, diqqət edin ki, sizlərdən heç birinizin pis və inanmayan bir ürəyi olmasın ki, diri Tanrıdan uzaqlaşsın. Amma bu gün deyildikcə, günbəgün bir-birinizi təşviq edin, elə ki, sizlərdən heç biriniz günahın hiləsi ilə bərkiməsin. Çünki əgər yəqinimizin başlanışını axıra kimi möhkəm saxlayaq, Məsihin şərikləri olmuşuq. Deyilir də ki, bugün əgər onun səsini eşidirsiniz, ürəklərinizi bərk etməyin, onlar kimi ki, məni qəzəbləndirdilər. Eşitdikləri zaman kim onu qəzəbləndirdi? Doğrudan da məgər bütün onlar deyildilər ki, Musa ilə Misirdən çıxdılar? 40 il o kimlərə qəzəbli idi? Məgər onlara deyildi ki, günah etdilər, cəsədləri də çöldə sərildi. Kimlərin haqqında and içdi ki, o verən rahatlığa girməyəcəklər? Məgər namütilərin haqqında deyildi? Beləcə görürük ki, onlar imansızlıqlarına görə girə bilmədilər. Fəsil 4. Bunun üçün gəlin qorxaq ki,
onun rahatlığına girmək vədə baqi ikən, məbada sizlərdən heç biriniz ondan məhrum olmuş görünsün. Çünki xoş xəbər onlara vəz olunduğu kimi, bizə də vəz olunmuşdu. Amma eşitdikləri kəlamın onlara bir faydası olmadı, çünki o kəlam onu eşidənlərdə iman vasitəsilə birləşdirilmədi. Buna görə ki, biz iman gətirənlər rahatlığa girdik, necə ki deyib, qəzəbimdə and içdim ki, onlar mən verən rahatlığa girməzlər. Gərçi onun işləri dünyanın binasından bəri başa çatmışdır. Çünki 7-ci gün haqqında bir yerdə deyib, 7-ci gündə tarı bütün işlərindən rahat oldu. Və yenə bu yerdə onlar mən verən rahatlığa girməzlər. Beləcə, nəinki bəzilərinin o rahatlığa girməsi üçün imkan qalır və xoş xəbəri qabaqca eşidənlər itaətsizlikləri üzündən girə bilmədilər, tarı cinə bu qədər zaman keçdikdən sonra bir gün təyin edir və Davudun dili ilə bu gün deyil. Necə ki, qabaqcadan deyilib də ki, bu gün əgər onun səsini eşidirsiniz, ürəklərinizi bərk etməyin. Beləcə, əgər onlara rahatlıq verən Yuşa olsaydı, tarı bundan sonra ayrı bir gün haqqında danışmazdı. Beləcə, tarının xalqı üçün bir səbbət rahatlığı qalır. Çünki tarı verən rahatlığa girən özü də öz işlərindən rahatladı, necə ki, tarı öz işlərindən etmişdi. Beləcə, gəlin o rahatlığa girmək üçün cəhd edək, elə ki, heç kəs həmən itaətsizliyin nümunəsini götürüb yıxılmasın. Çünki tarının kəlamı diri, fəal və içiyağızlı hər qılıncdan daha itidir və canı və ruhu, həm də məfsəlləri və ilikləri bir-birindən ayrana qədər kəsir və ürəyin fikirlər və niyyətlərini ayrılamağa qadirdir. Heç bir məxluq tarının nəzərindən gizli deyil. Lakin hər şey onun gözləri qabağında ki, ona cavab verməliyik, lütfü açıqdır. Buna görə, indiki göylərdən keçmiş böyük bir baş kahinimiz var, yəni tarının oğlu İsa, gəlin etirafımızı möhkəm saxlayaq. Çünki elə bir baş kahinimiz yoxdur ki, zəifliklərimizdə bizimlə həmdərd olmasın. Amma hər şeydə bizim kimi vəsvəsə olunmuş, lakin günahsız çıxmış biri varımızdır. Beləcə, gəlin yəqinliklə feyz təxtinə yaxınlaşaq, elə ki, mərhəmət tapıb ehtiyac vaxtında bizə kömək edən feyzə nail olaq. Fəsil 5. Çünki insanlar arasından seçilən hər baş kahin, tarıya mərbut olan işlərdə insanlar üçün vəkil qoyulur ki, günahlar üçün hədiyyələr və qurbanlar təqdim etsin. O, cahillər və azanlarla mülayim rəftar edə bilər, çünki özü də zəiflik içindədir. Bu səbəbdən də günahlar üçün qurban təqdim etməlidir. Həm xalqın günahları üçün, həm də öz günahları üçün. Və heç kəs bu ehtirama öz-özünə nail ola bilməz. Tarının tərəfindən dəvət olunduqda nail ola bilər, necə ki, hətta Harun da belə idi. Eləcə, Məsih də öz-özünü izzətləndirib baş kahin olmadı. Amma o tarı ki, ona dedi, sən mənim oğlumsan, bugün mən sənə ata oldum. Necə ki, ayrı bir yerdə də deyil, sən Melkisedek tərtibinə mütabiq əbədi bir kahinsən. İsa cismində olmuş günlərində, uca səs və gözyaşları ilə onu ölümdən nicat verə bilən tarıya dualar və niyazlar təqdim etdi və təqvası səbəbindən eşidildi. Oğul olduğu halda çəkdiyi əzablarla itaəti öyrəndi və kamala çatıb ondan itaət edən hər kəsə əbədi nicatın bulağı oldu. Və tarı tərəfindən Melkisedek tərtibinə mütabiq baş kahin təyin olundu. Onun barəsində demək üçün çox sözümüz var və açıqlaması da çətindir, çünki qulaqlarınız artıq ağır eşidir.
Gerçi siz bu zaman ərzində müəllim olmalıydınız. Hələ də buna möhtaçsınız ki, kimsə sizə Tanrının sözlərinin ibtidai qaydalarını öyrətsin və siz qüvvətli yeməyə yox, südə möhtac olubsunuz. Çünki hər kəs ki, ancaq süd içir, körpə uşaqdır və salihliyin kəlamına adət etməyib. Lakin qüvvətli yemək böyümüşlər üçündür. Əməl etməklə hissləri yaxşı və pisi bir-birindən ayrılamağa tərbiyə tapıb. Fəsil 6. Bunun üçün Məsihin ibtidai təlimini buraxıb kamala tərəf cəhd edək və ölü işlərdən tövbəyə təkrar bir bünövrə qoymayaq, nə də tarıya olan imana, yumaqlar təliminə, əllər qoymağına, ölülərin dirilməsinə və əbədi mühakiməyə. Əgər tarı icazə versə, biz bunu edəcəyik. Çünki bir zaman münəvvər olmuş və göydən olan ətanı dadmış və müqəddəs ruhdan pay almış və Tanrının yaxşı kəlamını və gələcək əsrin qüdrətlərini dadmış olduqları halda, yoldan azmış olanlara təzədən tövbə etdirmək mümkün deyil. Çünki Tanrının oğlunu özləri üçün təzədən çarmıxa çəkib rüsvay edirlər. O yer ki, dəfələrlə üstünə tökülən yağışı içir və onda işləyən kimsələr üçün faydalı göyərtilər hasil verir, Tanrıdan bir bərəkət alır. Amma əgər tikan və xarxaşaç hasil gətirsə, dəyərsizdir və lənət olunmağa yaxın, axırı da yanmaqdır. Amma sevgililər, belə danışdığımız halda arxayınıq ki, sizin vəziyyətiniz daha yaxşı və nicata münasibdir. Çünki Tanrı haqsızlıq edən deyil ki, sizin işinizi və onun adı üçün müqəddəslərə əvvəldən və indi də xidmət etməklə görsətdiyiniz məhəbbəti yaddan çıxarsın. Və bizim arzumuz budur ki, sizlərdən hər biriniz ümidin kamil yəqinini axıra qədər görsədənəcək həmən cəhd etsin. Elə ki, siz tənbəl yox, o kimsələrə oxşayan olasınız ki, iman və səbrin vasitəsilə vədələri miras alırlar. Çünki Tanrı İbrahimə vədə verdiyi vaxt, özündən daha böyük birinin adına and içə bilmədiyi üçün öz adına and içib dedi, doğrudan da sənə bərəkət verəcəyəm və doğrudan da səni artıracağam. Və beləcə İbrahim səbr etməklə vədəyə nail oldu. Çünki insanlar özlərindən daha böyük olanın adına and içirlər və onların arasında sözü təsdiq edən and hər mübahisənin axırıdır. Eləcə də Tanrı vədənin varislərinə öz iradəsinin dəyişilməməzliyini daha açıq göstərmək üçün vədəni andla təsdiq etdi. Elə ki, iki dəyişilməz şeylərlə ki, Tanrının onlarda yalan danışması qeyri-mümkündür, bizlər ki, pənah tutmaq üçün qaçmışıq, daha çox təşviq olub qabağımızda qoyulan ümidi möhkəm tutaq. Bu ümidimiz can ləngəri kimidir. Həm arxayın, həm də möhkəm ki, pərdənin arxa tərəfinə də daxil olur. O yerə ki, əbədəcək Melkisedek tərtibinə baş kahin olan bizim üçün oraya pişro kimi girir. Fəsil 7. Çünki salim padişahı olan bu Melkisedek, Taala Tanrının kahini idi ki, padişahları öldürüb qaydan İbrahimə rast gəldi və ona bərəkət verdi. İbrahim də hər şeyin 1/10 hissəsini ona verdi ki, onun adı əvvəl salihlik padişahı, sonrası da salim padişahı, yəni barış padişahıdır. O atasız və anasızdır, nəsilnaməsi yoxdur, nə günlərinin başlanışı var, nə də ömrünün axırı. Lakin Tanrının oğluna bənzədilmiş olub, həmişəlik kahin qalır. İndi baxın, bu adam nə qədər böyük idi ki, böyük ata İbrahim lap seçilmiş qənimətlərin 1/10 ona verdi. Lavinin doğru oğullarından kahinlik vəzifəsini alanlar, şəriətdə hökmləri var idi ki, xalqdan, yəni qardaşlarından, İbrahim nəslindən olduqları halda 1/10 hissəni alsınlar. Amma onların nəsilnaməsindən olmayan biri İbrahimdən 1/10 hissəni aldı və vədələrə malik olana bərəkət verdi.
Bu da şübhəsizdir ki, böyük özündən kiçiyə bərəkət verər. Burada onda bir hissəni fani insanlar alırlar. Amma orada yaşadığına dair şəhadətə malik olan biri alır. Və demək olar ki, hətta onda bir hissəni alan Lavi də İbrahimin vasitəsilə onda bir hissəni vermişdir. Çünki Melkisedek İbrahimə rast gələn vaxt Lavi hələ atasının belində idi. Beləcə, əgər kamillik Lavililərin kahinliyi ilə olsaydı, çünki onun əsasına görə xalq şəriəti aldılar. Bəs daha nə ehtiyac var idi ki, ayrı bir kahin Harun tərtibinə görə təyin olunub Melkisedek tərtibinə görə zuhur etsin. Çünki kahinliyin dəyişilməsi ilə lazımdır ki, şəriət də dəyişilsin. Ona görə ki, haqqında bu sözlər deyilən ayrı bir qəbiləyə aiddir ki, ondan heç kəs qurbangahda xidmət etməyib. Çünki bəllidir ki, bizim Rəbbimiz Yahuda qəbiləsindən gəldi ki, o qəbilənin haqqında kahinlik barədə Musa heç bir söz demədi. Və Melkisedekə bənzər ayrı bir kahinin zuhur etməsi bunu daha da aydın göstərir. O, cismani şərtə bağlı bir şəriətin əsasına görə kahin olmadı. Aradan getməyən həyat qüdrətinə görə kahin oldu. Çünki şəhadət verir, sən Melkisedek tərtibinə mütabiq əbədi bir kahinsən. Çünki bir yandan əvvəl gələn əhkam zəifliyi və faydasızlığı üzündən ləğv olunur. Çünki şəriət heç bir şeyi kamil etmədi və o bir yandan daha yaxşı bir ümid meydana gəlir ki, onun vasitəsilə biz Tanrıya yaxınlaşırıq. Və bu iş andsız olmadı. Çünki onlar doğrudan da andsız kahin olurdular. Lakin İsa and vasitəsilə onun tərəfindən oldu ki, ona dedi, Rəbb and içib və fikrini dəyişdirməyəcəkdir. Elə bu qədər artıq da İsa daha yaxşı bir əhdin zamini olub. Bir yanda o kahinlər sayısı çox idi, çünki ölüm onların davamına mane olurdu. Amma o bir yanda İsa əbədi qaldığı üçün daimi kahinliyə malikdir. Buna görə də qadirdir ki, onun vasitəsilə Tanrıya yaxınlaşanlara əbədə kimi nicat versin. Çünki onların haqqında şəfaət etmək üçün həmişə diridir. Doğrudan da bizə münasib idi ki, belə bir müqəddəs, məsum, qusursuz, günahkarlardan ayrılmış və göylərdən yuxarı qaldırılmış baş kahinimiz olsun ki, özgə baş kahinlər kimi möhtac deyil ki, əvvəlcə öz günahları üçün, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etsin. Çünki o bunu özünü qurban etməklə bir dəfəlik etdi. Ondan ötürü ki, şəriət zəif olan insanları baş kahin olmağa təyin edib. Lakin andın kəlamı ki, şəriətdən sonra gəldi, əbədə kimi kamil olmuş oğlu kahinliyə təyin edir. Fəsil 8. Bu sözlərin əsli mətləbi budur. Bizim belə bir baş kahinimiz var ki, göylərdə o əzəmət təxtinin sağında oturur. Müqəddəs yerdə və həqiqi çadırda bir xidmət edən o çadır ki, onu insan yox, Rəbb qurdu. Çünki hər baş kahin təyin olunur ki, hədiyyələr və qurbanlar təqdim etsin. Eləcə bu baş kahinə də lazımdır ki, bir şey təqdim etsin. İndi əgər o yer üzündə olsaydı, əsla bir kahin olmazdı. Çünki şəriət əsasına hədiyyə təqdim edənlər vardır ki, göydəki şeylərin bir kopya və kölgəsinə xidmət edirlər. Necə ki, Musaya ibadət çadırını quran zaman ixtar verirdi, çünki tarı deyil. Diqqət et ki, hər şeyi dağda sənə görsədilən nümunəyə mütabiq düzəldəsən. Amma indi o nə qədər ki, daha yaxşı vədələrin üstünə qoyulan, daha yaxşı bir əhdin vasitəçisidir, əla bir xidmətə nail olubdur. Çünki əgər o birinci əhd qüsursuz olsaydı, ikincisinə yer axtarılmazdı. Çünki tarı xalqda qüsur taparaq deyir. Baxın, Rəbb deyir, elə günlər gəlir ki, İsrail evi ilə, Yahuda evi ilə təzə bir əhd bağlayacaq.
O əhd kimi yox ki, mən onların ataları ilə əllərindən tutub Misir diyarından çıxartdığım gün bağladım. Rəbb deyir, çünki onlar mənim əhdimə vəfalı qalmadılar, mən də onların qeydinə qalmadım. Rəbb deyir, bu o əhddir ki, o günlərdən sonra İsrail evi ilə bağlayacağam. Əhkamlarımı onların zehninə qoyacağam. Onların ürəklərində həkk edəcəyəm. Mən onların tarısı olacağam və onlar mənim xalqım olacaqlar. Və heç kəs öz həmvətəninə və heç kəs öz qardaşına təlim verməyib deməyəcək, Rəbbi tanı. Çünki hamı böyükdən kiçiyə qədər məni tanıyacaqlar. Çünki onların haqsızlıqlarına mərhəmətli olacağam və onların günahlarını bir daha yadıma gətirməyəcəyim. Təzə birini deməklə, tarı əvvəlkini köhnələnmiş sayıb. Lakin köhnələşən və qocalan şey yox olmağa yaxındır. Fəsil 9. Hətta birinci əhdində ilahi pərəstişə qaydaları yer üzündə də müqəddəs yeri var idi. Çünki bir çadır qurulmuşdu. Eşik bölüm ki, içində çıraqdan, süfrəmizi və müqəddəs çörək var idi. Buna müqəddəs yer deyilir. İkinci pərdənin arxasında müqəddəs yerin müqəddəsi çağırılan bir çadır var idi. Burada qızıldan bir buxur qurbancahı və əhd sandığı var idi ki, hər tərəfdən qızılla bürünmüşdü və içində manna qoyulan qızıl küzə, Harunun çiçəklənmiş əl ağacı və əhd lövhələri var idi. Sandığın üstündə şövkət kərrublar var idi ki, rəhmət təxtinə kölgə salırdılar. Lakin indi bunların haqqında cüz'iyyatla danışa bilmərik. Bu şeylər belə hazırlandıqda, kahinlər həmişə eşik çadıra girib ilahi pərəstişi yerinə yetirirlər. Lakin ikincisinə ancaq baş kahin ildə bir dəfə girir. Qurban qanı olmadan yox ki, onu özü üçün və xalqın bilmədən etdikləri günahlar üçün təqdim edir. Müqəddəs ruh buna işarə edir ki, birinci çadır durduqda, müqəddəs yerin müqəddəs yerə gedən yol hələ aşkar deyil. Bu, indiki zaman üçün bir misaldır ki, ona mütabiq həm hədiyyələr, həm də qurbanlar təqdim olunurlar ki, vicdanda pərəstiş edəni kamil edə bilmirlər. Çünki ancaq yemək, içmək və müxtəlif yuyulmalara mərbut olan cismani qaydalardırlar ki, islahat vaxtına qədər təklif olunublar. Lakin gələcək yaxşı şeylərin baş kahini olan Məsih zuhur etdikdə əllə qurulmamış, yəni bu xilqətdən olmayan böyük və daha kamil çadıra girdi. Keçilər və danalar qanı vasitəsilə yox, öz qanının vasitəsilə bir dəfəlik müqəddəs yerin müqəddəs yerinə girdi və əbədi qurtuluşu aldı. Çünki əgər keçilərin və öküzlərin qanı və inəyin külü nəcis olanların üstünə səpiləndə təqdis olunub cismləri təmizlənsə, bəs nə qədər çox Məsihin qanı ki, əbədi ruhun vasitəsilə ləkəsiz özünü Tanrıya təqdim etdi, bizim vicdanımızı ölü işlərdən təmizləyəcək ki, diri Tanrıya xidmət edək. Bu səbəbdən o, təzə əhdin vasitəçisidir ki, dəvət olunanlar vədəsi verilmiş əbədi mirası alsınlar. Çünki birinci əhdin zamanında işlənən təqsirlərin fidyəsi üçün bir ölüm baş verib. Çünki vəsiyyət olan yerdə lazımdır ki, vəsiyyət edənin ölümü baş vermiş olsun. Ona görə ki, vəsiyyətnamə ancaq insanların ölümündən sonra mötəbər olur. Doğrudan da vəsiyyət edən sağ ikən vəsiyyət icraya keçməz. Beləcə, hətta birinci əhd də qansız icraya keçmədi. Çünki Musa şəriətə mütabiq hər əmri bütün xalqa deyəndən sonra danaların və keçilərin qanını götürdü, su, qırmızı yun və zufa ilə həm kitabın özünə, həm də bütün xalqa səpib dedi, Tanrının sizə əmr etdiyi əhdin qanı budur. Eləcə, qanı çadırın və bütün xidmət qapılarının üstünə də səpdi.
və şəriətə mütabiq təqribən hər şey qanla təmizlənir və qan tökülməyincə bağışlanma olmur. Buna görə gərək idi ki, göylərdəki şeylərin kopyaları bunlarla təmizlənsin. Lakin göydəki şeylərin özləri bundan daha yaxşı qurbanlarla. Çünki Məsih əllə tikilməmiş müqəddəs bir yerə ki, ancaq həqiqi olandan bir nümunə idi, girmədi. O göyün özünə girdi ki, indi bizim üçün Tanrının huzurunda zahir olsun. Nə ki, dəfələrlə özünü qurban təqdim etsin, necə ki, baş kahin ildən ilə özünün olmayan qanla müqəddəs yerə girir, yoxsa İsa'ya gərək olur idi ki, dünyanın yaranmasından bəri dəfələrlə əzab çəksin. Amma indi dövranların axırında bir dəfə zuhur edib ki, özünü qurban etməklə günahı aradan qaldırsın. Və nə qədər də ki, insan üçün bir dəfə ölmək, sonrası da mühakimə olunmaq təyin olub, eləcə də Məsih ki, çoxlarının günahlarını daşımaq üçün bir dəfə qurban olub, ikinci dəfə günahı daşımaq üçün yox, nicat üçün ona müntəzir olanlara zuhur edəcək. Fəsil 10. Şəriət ondan ötürü ki, gələcək yaxşı şeylərin əsl şəkili yox, onlardan ancaq bir kölgəlidir, ildən ilə daimi bir şəkildə təqdim olunan həmən qurbanlarla yaxınlaşanları heç vaxt kamil edə bilməz. Yoxsa məgər qurbanların təqdim olunması buraxılmazdı? Çünki pərəstiş edənlər bir dəfə təmizləşmiş olandan sonra özlərində günah idrakı olmazdı. Halbuki bu qurbanlarla günahlar ildən ilə yada salınır. Çünki qeyri-mümkündür ki, öküzlərin və keçilərin qanı günahları aradan götürsün. Buna görə Məsih dünyaya girəndə deyir, qurban və təqdimə istəməyibsən, lakin mənə bir bədən hazırlayıbsan. Yandırılan təqdimələr və günah üçün edilən qurbanlardan sən razı olmayıbsan. O zaman dedim, kitabın tumarında mənim barəmdə yazılıb, bax, ey Tanrı, gəlmişəm ki, sənin iradəni yerinə yetirim. Yuxarıdakını deyəndən sonra ki, qurbanlar və təqdimələri, yandırılan təqdimələr və günah üçün edilən qurbanları sən nə istəyibsən, nə də onlardan razı olubsan, ki, şəriətə mütabiq təqdim olunurlar, sonra o dedi, bax, gəlmişəm ki, sənin iradəni yerinə yetirim və birincini ləğv edir ki, ikincini bərqərar etsin. Bunun iradəsi ilə İsa Məsihin bədəninin bir dəfəlik qurban olunmağı ilə biz təqdis olunuruq. Hər kahin gündən günə dayanıb xidmət edir və günahları heç vaxt aradan götürə bilməyən həmən qurbanları dəfələrlə təqdim edir. Lakin o, tək bir qurban təqdim edib, həmişəlik Tanrının sağında oturdu. Və o zamanı gözləyir ki, düşmənləri onun ayaqları altında çətil olsunlar. Çünki o, ancaq bir qurban təqdim etməklə təqdis olunanları həmişəlik kamilləşdirir. Müqəddəs ruh da bizə şəhadət verir. Çünki deyir, Rəbb deyir ki, o günlərdən sonra onlarla bağlayacağım əhd budur. Şəriətimi onların ürəyində yerləşdirəcəyəm. Onların zehinlərində yazacağam. Sonra da deyir və onların günahlar və haqsızlıqlarını bir daha yada salmayacağam. İndi bunların bağışlanması olan yerdə günahdan ötürü daha qurban təqdim olunmaz. Buna görə qardaşlar, çünki İsa'nın qanı vasitəsilə lap müqəddəs yerə yəqinliklə girə bilərik, o təzə və canlı yolla ki, bizim üçün pərdənin arasından, yəni öz cisminin vasitəsilə hazırlayıb və Tanrının evi üstünə böyük bir kahinimiz olduğu üçün, gəlin, imanın kamil yəqinliyində ürəklərimiz hər pis bir şuurdan təmizlənmiş, bədənlərimiz də təmiz su ilə yuyulmuş, sadiq bir ürəklə Tanrıya yaxınlaşaq.
Gəlin iqrar etdiyimiz ümidi tərəddüd etmədən bərk tutaq, çünki vədəni verən vəfalıdır. Gəlin bunun qeydinə qalaq ki, bir-birimizi necə məhəbbət və yaxşı işlər etməyə təşviq edək. Və bəzilərin adəti kimi bir-birimizlə bir yerə yığılmağı tərk etməyək və bir-birimizi daha da çox təşviq edək. Ələl xüsus görürsünüz də ki, o gün yaxınlaşır. Çünki əgər həqiqətin mərifətini alandan sonra qəsdən günah edək, günahlar üçün artıq qurban qalmır. Lakin mühakimənin dəhşətli bir intizarı və zidduranları yandırıb tökən bir odun qəzəbi qalır. Musanın şəriətini heç sayan adam 2 və ya 3 şahidin şəhadəti ilə rəhm edilmədən ölür. Fikr edirsiniz, Tarının oğlunu ayaq altına salan, vasitəsilə təqdis olunduğu əhdin qanını napaç sayan və feyzin müqəddəs ruhunu təhqir edən bir adam nə qədər şiddətli bir cəzaya layiq olacaq. Çünki bunu deyəni tanıyırıq. Qisas mənimdir, mən əvəzini verəcəyəm və cinə Rəbb xalqını mühakimə edəcək. Yaşayan Tarının əllərinə düşmək dəhşətli bir şeydir. Lakin əvvəlki günləri yada salın ki, münəvvər olunduğunuzdan sonra əzab dolu böyük bir mübarizəyə tab gətirdiniz. Gah söyüşlər və əzablarla tamaşaya qoyuldunuz, gah da bu cür rəftar edilənlərlə şərik oldunuz. Çünki məhbuslarla birlikdə əzab çəkdiniz və özünüz üçün yaxşı və daimi bir malın olduğunu bilib, əmvalınızın tarac olmasını şadlıqla qəbul etdiniz. Buna görə yəqininizi özünüzdən atmayın ki, böyük bir əcri var. Çünki sizin tab gətirməyə ehtiyacınız var ki, Tanrının iradəsini yerinə yetirəndən sonra verilmiş vədəni alasınız. Doğrudan da ki, əngərib gələn olan gələcək və yubanmayacaqdır. Mənim salih olanım imanla yaşayacaq və əgər dalı çəkilsə, canım ondan razı olmayacaq. Amma biz dalı çəkilib həlak olanlardan deyilik, canın hifz edilməsinə iman gətirənlərdənik. Fəsil 11. İman ümid edilən şeylərə etimad etməkdir. Görünməyən şeylər haqqında xatircəmlikdir. Çünki onun vasitəsilə qədimkilər təsdiq olundular. İman vasitəsilə biz dərk edirik ki, dünya Tanrının kəlamı ilə yarandı. Elə ki, görünən şeylər o şeylərdən qayrılmadı ki, göz qabağındadır. İman vasitəsilə Habil Qayendən daha yaxşı bir qurban Tanrıya təqdim etdi ki, onunla da salih olduğuna şəhadət verildi. Tanrı onun hədiyyələri barədə şəhadət verir və Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır. İman vasitəsilə Xənuq yuxarı aparıldı ki, ölümü görməsin və tapıla bilinmədi. Çünki Tanrı onu yuxarı apardı. Çünki bu şəhadətə malik oldu ki, yuxarı aparılmaqdan qabaq Tanrını razı edirdi. İman olmasa, Tanrını razı etmək qeyri-mümkündür. Çünki Tanrıya yaxınlaşan gərək inansın ki, o vardır və onu axtaranlara paydaş verəcək. İman vasitəsilə Nuh hələ gözə görünməyən şeylər haqqında xəbərdar olunub, Tanrıya olan hörmətdə öz ailəsinin nicatı üçün gəmi hazırladı və bununla da dünyanı məhkum etdi və imana görə olan salihliyi miras aldı. İman vasitəsilə İbrahim çağırıldığı zaman itaətini göstərib miras alacağı yerə getdi. O, haraya getdiyini bilməyərək yola düşdü. İman vasitəsilə o, vədə verilmiş ölkədə qərib bir adam kimi yaşadı və həmən vədənin həm varisləri olan İshaq və Yəqubla çadırlarda sakin oldu. Çünki İbrahim o şəhəri axtarırdı ki, bünövrələri var və memar və bənnası Tanrıdır. Sonsuz Sara da iman vasitəsilə, yaşı keçmiş olduğu halda, boylu olmaq qabiliyyətini aldı, çünki vədə verəni vəfalı saydı. Buna görə də bir kişidən
Üstəlik, ölüdən fərqi olmayan birindən sayıca göyün ulduzları qədər, dəhənzin qırağındakı qumlar qədər sayısız hesabsız nəsil gətirdi. Bunların hamısı vədələri almamış imanda öldülər. Lakin onları uzaqdan görüb xoşluqla qəbul etdilər və iqrar etdilər ki, yer üzündə yad və qəribdirlər. Çünki belə şeyləri deyənlər bunu göstərirlər ki, özləri üçün bir vətən axtarırlar. Və doğrudan da əgər oradan çıxdıqları vətənin fikri başlarında olsaydı, oraya qayıtmağa fürsətləri olardı. Lakin necə kidir, onlar yaxşı bir vətəni, göydə olan birini arzulayırlar. Ona görə də tarı utanmır ki, onların tarısı çağırılsın. Çünki onlar üçün bir şəhər hazırlayıb. İmam vasitəsilə İbrahim imtihana çəkiləndə İshaqı qurban təqdim etdi. Vədələrə sahib olan adam bircə oğlunu qurban edirdi. Halbuki ona deyilmişdi, sənin nəslin İshaqdan adlanacaq. O, belə düşündü ki, tarı hətta ölülərdən diriltməyə qadirdir. Buna görə də bir təmsil olaraq onu təzədən aldı. İman vasitəsilə İshaq, Yaqub və İsuyu gələcəkləri haqqında bərəkət verdi. İman vasitəsilə Yaqub ölürkən Yusifin hər bir oğluna bərəkət verdi və öz əl ağacına söykənib pərəstiş etdi. İman vasitəsilə Yusif ölürkən İsrail oğullarının Misirdən çıxış edəcəklərindən söz edib sümükləri barədə əmrlər verdi. İman vasitəsilə Musa doğulandan sonra valideynləri tərəfindən 3 ay gizli saxlandı. Çünki onlar uşağın gözəl olduğunu gördülər və padişahın fərmanından qorxmadılar. İman vasitəsilə Musa böyüyəndən sonra Firon qızının oğlu adlanmaqdan imtina etdi və tarının xalqı ilə yava rəftar dözməyi, günahın keçib gedən ləzzətlərinə tərcih verdi. Məsih üçün çəkdiyi sitəmi, Misirin xəzinələrindən daha böyük sərvət saydı, çünki gözünü padişah dikmişdi. İman vasitəsilə o, padişahın qəzəbindən qorxmayıb Misiri tərk etdi, çünki o, görünməyəni görmüş kimi hər şeyə tab gətirdi. İman vasitəsilə o, pasxa və qanın səpilməsini riayət etdi ki, ilk doğulanları həlak edən onlara əl vurmasın. İman vasitəsilə onlar qırmızı dəhəzdən, quruluqdan keçən kimi keçdilər və Misirlilər də bunu etməyə çalışan vaxt boğuldular. İman vasitəsilə Ərihanın duvarları 7 gün ətrafında dolanmaqdan sonra yıxıldı. İman vasitəsilə fahişə Rahab casusları salamatlıqla qəbul etdiyi üçün namütilərlə birlikdə məhv olmadı. Daha nə deyim? Çünki əgər Cedon, Baraq, Samson, Yəftah, Davud, Səmuil və nəbilər haqqında danışsam, vaxt çatmaz. O adamlar ki, iman vasitəsilə ölkələr fəth etdilər, salihlik əməllərini yerinə yetirdilər, vədələrə nail oldular, aslanların ağızlarını bağladılar. Odun qüvvətini söndürdülər, qılınc ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə cəngavər oldular, yadların qoşunlarını qaçırtdılar. Arvadlar ölülərini diriliş vasitəsilə təzədən aldılar, amma qalanlar işkəncə çəkib, azad olmaqlarını qəbul etmədilər, elə ki, daha yaxşı bir dirilişə nail olsunlar. Özgələr istehza olunub döyüldülər, bəli, zəncirlər və zindanlara düşdülər. Daşa basıldılar, ərə ilə 2 şəqq oldular, vəsvəsə olundular, qılıncla öldürüldülər, qoyun dərisini, keçi dərisini geyinib möhtac oldular, avara oldular, zəlil oldular, yava rəftarlar edildilər. Və dünya onlara layiq olmayan adamlar, çöllərdə, dağlarda, mağaralarda və yerin çatlaqlarında sərgərdan oldular. Və bunların hamısı iman vasitəsilə təqdis olunmuş halda vədəyə nail olmadılar. Çünki Tanrı bizim üçün daha yaxşı şeyi hazırlamışdı ki, onlar bizsiz kamil olmasınlar. Fəsil 12. Buna görə ətrafımızda belə böyük bir şahidlər buludu olarkən, gəlin biz də
bizi bu qədər rahatca giriftar edən hər mane və günahı tərk edib, qabağımıza qoyulan meydanda taqətlə qaçaq və imanın pişva və kamil edəni İsa'ya baxaq ki, qabağına qoyulan şadlıq üçün çarmıxatab gətirdi və rüsvayçılığı heç sayıb Tanrının təxtinin sağında oturdu. Günahkarlar tərəfindən belə bir düşmənçiliyə tab gətirəni nəzərdə saxlayın, elə ki, yorulmayıb taqətdən düşməyəsiniz. Günahın ziddinə olan savaşınızda hələ qan tökülənə qədər müqavimət etməyibsiniz. Və oğullara deyilən kimi sizə deyilən bu nəsihəti yaddan çıxardıbsınız. Oğlum, Rəbbin tərbiyəsinə həqarətlə baxma. Onun tərəfindən məzəmmət olanda da ruhdan düşmə. Çünki Rəbb sevdiklərini tərbiyə edər və qəbul etdiyi hər oğulu döyər. Tərbiyə üçündür ki, taqət gətirirsiniz. Tanrı sizinlə oğullar kimi rəftar edir. Çünki hansı oğul var ki, atası onu tərbiyə etməsin? Əgər siz hamıların şərik olduğu tərbiyədən məhrum olasınız, deməli, siz oğullar yox, haramzadə övladlarsınız. Bundan əlavə, bizi tərbiyə edən cismani atalar var və biz onlara hörmət göstərmişik. Aya ruhların atasına daha artıq müti olub yaşamayaq? Çünki onlar qısa bir müddət üçün öz düşüncələrində yaxşı olana mütabiq bizi tərbiyə etdilər. Lakin o, bizi öz xeyrimiz üçün tərbiyə edir ki, onun müqəddəsliyinə şərik olaq. Bütün tərbiyə, indilikdə şadlıq yox, qəm səbəbi görünür. Lakin onunla tərbiyə götürənlərdə sonradan barış gətirən salihliyin səmərəsini hasil edir. Buna görə zəif əlləri və əsən dizləri qüvvətləndirin. Ayaqlarınız üçün də düz yollar düzəldin, elə ki, axsaq üzvünüz yerindən çıxmasın, lakin şəfa tapsın. Hər kəslə barış içində yaşamağa cəhd edin və müqəddəs olunmaq üçün qeyrət göstərin ki, onsuz heç kəs Rəbbi görməyəcəkdir. Diqqət edin ki, heç kəs Tanrının feyzindən məhrum olmasın. Aranızda acılıq kökü böyüyüb zəhmət açmasın və onunla bir çoxu zəhərlənməsin. Kimsə əxlaqsız və İsu kimi Tanrıdan uzaq düşən olmasın ki, öz oğulluq haqqını bir qab xörəyə satdı. Çünki bilirsiniz ki, sonrası hətta bərəkətin miras almağı arzusunda olanda da rədd olundu. Gərçi göz yaşları ilə onun dalınca idi, lakin artıq tövbəyə heç bir yer qalmamışdı. Çünki siz ləms edə bilməli bir dağa, alovlu oda, qaranlığa, dumana, fırlanan gələ, şeypur cürləməsinə və o sözlər nidasına yaxınlaşmayıbsınız ki, eşidənlər yalvardılar ki, onlara daha danışılmasın. Çünki bu əmrə təhəmmül edə bilmirdilər, əgər dağa bir heyvan belə toxunsa, daşa basılacaq. Və bu mənzərə elə dəhşətli idi ki, Musa dedi, çox qorxu və lərzə içindəyəm. Lakin siz Səhyun dağına və diri Tanrının şəhərinə yaxınlaşıbsınız, səmavi Orşəlimə, mələklərin minlərinə, ümumi məclisə və adları göydə qeyd edilmiş ilk doğulanların kilisasına və hamının davəri olan Tanrıya, kamala çatmış salihlərin ruhlarına və İsa'ya təzə əhdin vasitəçisi olana, səpilmiş qana ki, Habilin qanından daha yaxşı danışır. Diqqətli olun ki, bu danışanı rədd etməyəsiniz. Çünki əgər yer üzündə onlara ixtar verəni rədd edəndə qaça bilmədilər, nə qədər az biz qaça biləcəyik, əgər göydən bizə ixtar verəndən üz döndərək. O vaxt onun səsi yeri lərzəyə saldı. Amma indi vədə verib deyir, mən bir daha ancaq yer yox, göyü də lərzəyə salacağam. Bu bir daha sözü göstərir ki, lərzəyə gələ bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, lərzəyə düşməyənlər bərqərar qalsınlar. Buna görə lərzəyə düşə bilməyən padişahlığa nail olduğumuz üçün gəlin məmnuniyyət göstərək ki, onun vasitəsilə hörmət
və qorxu içində tarıya məqbul bir xidmət təqdim edək. Çünki bizim tarımız yandırıb tökən bir oddur. Fəsil 13. Qoyun qardaş məhəbbəti davam versin. Qərib adamlara qonaqpərvərlik etməyi yaddan çıxartmayın. Çünki bununla bəzilər bilmədən mələklərə qonaqpərvərlik göstəriblər. Məhbusları onlarla məhbus olanlar kimi yava rəftar edilənləri özünüz də bədəndə olduğunuza görə yada salın. Nikah gərək hər kəsin tərəfindən hörmətli tutulsun və döşəyi də gərək ləkəsiz saxlansın. Çünki tarı fasiqlər və zinakarları mühakimə edəcək. Şəxsiyyətiniz pulpərəstlikdən azad olsun. Nəyiniz varsa onunla kifayətlənin. Çünki tarı özü deyib, səni heç vaxt buraxmaram, səni heç vaxt tərk etmərəm. Buna görə yəqinliklə deyirik, Rəbb mənim köməyimdir, qorxmaram, insan mənə nə edə bilər? Sizi hidayət etmiş olanları ki, tarının kəlamını sizə dedilər, xatırlayın. Onların rəftarının nəticəsini diqqətlə nəzərə alın və onların imanından nümunə götürün. İsa Məsih dünən, bugün və əbədə kimi həməndir. Fərqli və qərib təlimlərlə yoldan azmayın. Çünki yaxşıdır ki, ürək feyzlə qüvvətlənsin. Yeməklərlə yox ki, onlarla məşğul olanlar bir fayda tapmadılar. Bizim bir qurbancağımız var ki, ibadət xeyməsində xidmət edənlərin ondan yeməyə haqları yoxdur. Çünki o heyvanların bədənləri ki, qanları baş kahin tərəfindən günah üçün lap müqəddəs yerə gətirilir, ordugahın eşiyində yandırılır. Buna görə İsa da xalqı öz qanının vasitəsilə təqdis etmək üçün darvazanın eşiyində əzab çəkdi. Bunun üçün gəlin onun sitəmini daşıyıb, ordugahdan eşik onun yanına gedək. Çünki burada bizim daimi bir şəhərimiz yoxdur, lakin gələcək şəhəri axtarırıq. Onda gəlin, onun vasitəsilə daimən tarıya həmd qurbanı, yəni onun adını elan edən dodaqların meyvəsini təqdim edək. Yaxşılıq etməyi və özgələrlə paylaşmağı yaddan çıxarmayın. Çünki tarı bu cür qurbanlardan xoşlanır. Sizə rəhbər olanlardan itaət edin və onlara müti olun. Çünki onlar hesab verəcək kimsələr kimi canlarınızın qeydinə qalırlar. Qoyun bunu şadlıqla etsinlər, qəmlə yox ki, sizin üçün faydası olmaz. Bizim üçün dua edin. Çünki arxayınıq ki, vicdanımız təmizdir və can atırıq da ki, hər şeydə hörmətli rəftar edək. Sizin hamınıza yalvarıram ki, bunu daha da çox edəsiniz. Elə ki, mən tezliklə yanınıza qaytarılım. İndi barış tarısı ki, qoyunların böyük çobanını, əbədi əhdin qanı vasitəsilə Rəbbimiz İsanı ölülərdən diriltdi, sizi hər yaxşı işdə hazırlasın ki, onun iradəsini yerinə yetirəsiniz və İsa Məsihin vasitəsilə öz nəzərinə xoş gələni bizdə əmələ gətirsin ki, ona əbəddən əbədəcək şövkət olsun. Amin. Amma qardaşlar, sizə yalvarıram ki, bu təşviq sözünü təhəmmül edəsiniz. Çünki sizə qısaca yazmışam. Xəbəriniz olsun ki, qardaşımız Timoteus azad olub və əgər tezliklə yanıma gəlsə, onunla sizi görəcəyəm. Bütün rəhbərlərinizə və bütün müqəddəslərə salam yetirin. İtaliyadan olanlar sizə salam göndərirlər. Feyz sizin hamınızla olsun.